Və belə bir açılım da eləmək istəyirəm. Həyatınıza hansı yeni qapılar açılır? Burada 2 dənə dəstə eləyəcəm qızlar. Gəlin 2 dənə dəstə eləyək. Bundan eləyim yoxsa? Neyse, gəldisə bundan eləyək. Həyatınıza hansı yeni qapılar açılır qızlar? Gəlin baxaq. 2 dənə dəstə eləyəcəm. Baxaq görək. Proseslər çox ağır idi. Əslində burada təmizlənirik qızlar, normal şeydir. Köhnə proqramlar çıxdı, çoxlarında kimisə sağlığına vurdu, kimisə depressiya, apatiyadan çıxa bilmədi. Normal şeylərdir qızlar. Artıq 5D matritsaya tamamen girmişik. Burada ikiz alevlər düşür sürekli. Ona görə də normaldır. Kainata etibar edirik və irəli gedirik. Bu arada mən pəncərəmin altında bir dənə pişik balalayıb. Yenə Luna kartı çıxdı. Yenə kimsə qorxu içində qalır, yaşayır. Bilmirəm, pəncərəmin düz altında sabah qalxdım ki, bir pişik balalayıb. Getdim ona ev düzəltdim. Balasının birini sürəkli itirir. Gecələr gəlib axtarıb tapıram, gətirirəm. Bilmirəm bu nəyin işarəsidir. Məndə birinci mərtəbədir, ona görə də olur belə şeylər yəqin ki. Pişik mənim pəncərəmi məhz seçib. Qorxu və ikiz alevlər. Gəlin 2 dənə dəstə eləyək. Seçin qızlar, 2 dənə dəstə olacaq. Gəlin başlayaq birinci dəstədən. İkinci dəstəni qoyacağım bura. Həyatınıza hansı qapılar açılır? Gəlin baxaq. İmperatriça qapısı açılır. İmperatriça tək ana olmaq deyil. Burada İmperatriça ən güclü kartlardan biridir. Amma çox çətin olubdu yolunuz. Çox çətin. Çox çətin bu qapı açılıbdı sizə. Gəlin baxaq, görək. Neyle bağlı İmperatriça? Burada qızlar bir dənə imperator gəlir həyatınıza, amma informasiya bağlıdır. Baxın, İrafant, mələklər sizin həyatınıza bir imperator gətirir, amma informasiya bağlıdır. Yəni bu imperator haqqında heç bir şey bizə danışmaq istəmirlər. Ona görə də biz ona dəyməyəcəyik. Sadəcə bilin ki, həyatınıza bir imperator gəlir. Burada bir qalibiyyət olubdu. Öz üzərinizdə çox işləmişsiniz, qalib olmuşsunuz. Amma yolunuz da çox çətin olubdu. Başqa nə qapılar açılır? Başqa nələr bilə bilərik? Böyük bir arzunuza gedirsiniz qızlar. Həyatda böyük bir arzunuz gerçəkləşəcək. Artıq kim nə arzu edibsə gerçək olacaq. Bəlkə kimsə ana olmağı arzu edib də, o da ola bilər. Demək ki, ana olacaqsınız.
Qızlar, burada mən sizə deyim ki, bax birinci dəstəni seçən qızlar, burada siz bütün qorxularınızı enmişsiniz. Yəni mən burada bir problem görmürəm. Burada Koroleva Meçey, yəni hər şeyi atıb kəsib atmışsınız. Həyatınızı çevir qoy elədiniz, lazımsız insanları yox etdiniz. Tək də olsanız, burada ola bilər ki, baxın, sizin bir magicsal tərəfiniz güclüdür. Baxın, olur ki, bizim yüksək bənliyimiz deyirlər də, vışşəyə çox güclü ola bilər, ilahi katında, hər zaman sizin yanınızdadır. Yəni, elə belə ruhlardan deyilsiniz, burada %100 bəllidir. Yəni, bu çətinliyi keçmişsinizsə, burada güclü ruhlardansınız. Tənhalıq desən yaşamısınız, problemli çətinlik yaşasınız. Yəni, bitdi. O Kaliso Fortuna çıxır, yəni bitdi. Siz xoşbəxtliyə doğru gedirsiniz. Burada ikiz alevlər də çıxır, bilmirəm, ya münasibətdəsinizsə, düzdür, inanmıram, bir çoxlarınızın münasibəti yoxdur birinci dəstəni seçənlər. Münasibətlərə ayrı açılım eləyəcəm mən. Burada siz qalib olmuşsunuz. Özünüz öz üzərinizdə qalib olmuşsunuz. Öz, belə deyək ki, cəhənnəminizin öhdəsindən gəlmişsiniz. İç dünyanızın, belə deyək, ətrafınızın. O zaman sizə nə deməliyik? Bəli, burada qalibiyyət, günəş, qızlar, burada heç bir problem yoxdur. Hazır olun, həyatınıza imperator gəlir, həyatınızın günəşi çıxır. Yəni, qızlar, bu qədər. Sadəcə bunu bilməlisiniz. Maksimum, qızlar, bir ay içərisində informasiya bu adamla bağlıdır. Sadəcə onu bilin. Həyatınızda yeni bu qapı açılır. Bu qapını da açmaq sizdə güc də var. Belə deyək ki, hər şey var. Sadəcə hazır olun. Bəlkə də hazırsınız, yəni. İkinci dəstəmizə baxaq. İkinci dəstədə hansı qapılar açılır? Burada böyük bir yenilik gəlir, qızlar. Uzun bir müddətdir siz bir stagnasiyada yaşamışsınız. Uzun bir müddətdir. Həyatınıza yeni bir həyat gəlir. Ola bilər yeni bir işdir. İndi baxacaq. Bu yenilik nə ilə bağlıdır? İndi baxacaq. Bu yenilik nə ilə bağlıdır? Çevirə dəyişilir, qızlar. Qalibiyyət kartı. Of, yenə burada. Qızlar, yenə burada bir imperator çıxdı ortaya. Birinci dəstədəki kimi. Burada sizi çox-çox düşünən bir imperator var. Siz o kişinin ağlından çıxmırsınız. Gecə və gündüz. Baxın, burada bir buzov deyilər, nə deyilər bunlara? Kənardan izləyir, görsünüz. Siz öz dünyanızdasınız, belə deyək ki, bir magicsal bir qadınsınız, bir magiya ilə dolusunuz. Sizi kişilər xoşlanır sizdən, sizin belə bir qara tərəfiniz çox güclüdür. Ola bilər ayı sevirsiniz, parapsixologiyanı sevə bilərsiniz, ezoterikada bu şeylər sizə çox. Bu imperator qalib olmağı çox sevir. Baxın. Və sizin belə deyək ki, deyir ki, nə olursa olsun, o mənim olacaq. Bu imperator uzaqdan gəlir.
Ola bilər nəyinsə başında durur bu kişi. Nəysə idarə edir. İşi çox çətin bir işdir. Orada qızlar onu deyim ki, çətin bir işdə işləyir. Bilmirəm, ola bilər vayenlidir, ola bilər sanki bir risklə üzləşir. Yəni vayenli olmasa da onun işində bir risk var. Yəni hər an bir çətin bir şey baş verə bilər. Yəni risk, amma qorxusuzdur. Yəni qorxmur özü. Onun işini hər kəs bacarmaz, bu kişinin işini. Hər kəsin belə deyək ki, bəli, başı deyil onun kimi işdə işləmək. O qalibdir, işində güclü birisidir. Yəni burada qızlar, bilmirəm artıq kimdə nə çıxacaq, amma burada çox güclü bir kişidir. Belə deyək ki, yerin altını da bilir, üstünü də bilir. Onu aldatmaq, onu necəsə fırlatmaq mümkün deyil. Çox güclü, hər şeyi bilən birisidir. Enerjisi güclüdür. Biz necə biləm, güclü bir enerjiyə malikdir. Başqa hansı qapılar açılır? Burada Berkana kartı çıxır. Sizi bir Berkana birləşdirir. Berkana əslində sevgi, həm də suyun deyəsən ilahəsidir. Nəsə belə bir şey olur. Runu da deyirlər. Sizi Berkana birləşdirir. Siz çox uyumlu bir cütsünüz. Siz daha çox belə qadın enerjiləri, yumuşaqsınız, softsunuz. Sakin bir enerji var, amma o belə güclü, belə siz necədir, hər qadın da ondan bacarmaz. Düzdür, demirəm, yəni döyür, söyür, xeyr, o şəkildə deyil, amma onun görünüşü belə baskılı bir enerjisi var. Adamı, yəni qadın özünü itirə bilər. Yəni enerjisi zəif olan qadın onun yanında özünü itirər. Yəni onun bir baxışı belə hər şeyi başa düşəndir, hər şey çözəndir. Çox müdrik bir kişidir. Ona görə də siz bir-birinizə çox uyumlu bir cütsünüz. Yəni enerjilərinizin dəngəsi çox gözəldir ikinizin də. Zaman gəldi, imperatriça olmaq zamanı gəldi. Yəni böyük ihtimal bir çoxlarınız bu kişi ilə ailə həyatı quracaqsınız qızlar. Ya da övladınız olacaq. İkinci dəstədə də yeni qapılar belə çıxdı qızlar. Buna görə də gözləyin, hazır olun.